Ya Allah, salam aleyküm, hər vaxt xoş xeyir kanal izləyicilərimiz. Deməli, mən Hövsanda əsas asfalt yoldan 150-200 metr aralıda 5 sot torpaq sahəsinin içində 6 otaqlı həyət evi ilə tanış eləməyə gəlmişəm sizi. Bu bizim torpağımın sahəsidir. Gördüyünüz kimi burada girən kimi kənd həyətidir də. Gördünüz özünüz tövləni. Burada zeytin ağaclarımız var həyətdə. Burada letni balkonun altında belə əldamlar var. Dostlar, bu başdan deyim, deməli, bu ev şəxsi yaşam məqsədi üçün tikilib. Tikilişi də görə bilərsiniz. Tikilişdən özünüz yəni çatacaqsınız ki, şəxsi yaşam məqsədi tikilib. Görürsünüz, poyuzlar atılıb padvalla birinci mərtəbənin arasına. Bu pilləkənlərdəki moşnu tikilib. Altı yəni bunun qum deyil. Altı da kubikdir bu pilləkənlərin. Detallarla deyirəm ki, aydın olsun. Sonra burada evimizin padvalını görürsünüz. Buranın padvalı da yaşayış üçün eləmək olar. Yəni hündürlüyü padvalət eləyir. Burada belə bir əldamı var. Toyuqca saxlamaqda olar. Əldamı da eləmək olar buramı. Burada isə həyətdə sanitar qovşağı. Bura hazırdır. Görürsünüz, tam təmirlidir. Burada isə belə bir boş yer var. Burada da əldam düzəlmək olar. Evimizin yanına arxasına rahatlıqla keçmək olur, görün. Demək dostlar, evimiz yarım tikilidir. Yarım tikilidir. Bir indi aydınlıq verəcəm sizə. 2, 3, 4, 5, 6, 7 daş kürsülüdür. Evimizin birinci padvalla birinci mərtəbənin arası betondur. Monolit betondur. Görürsünüz, bütün birinci mərtəbə betondur. Deməli dostlar, daxil olan kimi bax burada sol tərəfdə mətbəx nəzərdə tutulub. Görürsünüz, birinci mərtəbə ilə ikinci mərtəbənin arası betondur. Burada sağ tərəfdə mətbəx nəzərdə tutulub. Sol tərəfdə bir otaq. Sonra daxil olduq. Burada sağ tərəfdə bir otaq. Belə də 2 otaq. Sol tərəfdə 3-cü bir otaq. Bura qonaq otağı kimi nəzərdə tutulub. 3 otaq. Burada 4-cü bir otaq. Burada isə sanitar qovşağı birinci mərtəbənin nəzərdə tutulub. Qalxaq ikinci mərtəbəyə. Qalxdıq ikinci mərtəbəyə. İkinci mərtəbədə də sağ tərəfdə belə bir otaq. Buranı mansar kimi istifadə eləmək olar. Görürsünüz. Burada sol tərəfdə ikinci bir otaq. Yenə eyni boydadır. Qabaq tərəfdəki buranı letni balkon da eləmək olar. Plastiklə bağlamaq olar. Buranı da bir otaq eləmək olar. Aydınlıq verdim mən bilirəm. Yenə deyirəm sizə, padvalla birinci mərtəbənin arası monolit betondur. Birinci mərtəbənin, ikinci mərtəbənin danası görürsünüz. Həm poyuz atılıb, həm də monolit betondur. Dostlar, deməli, gördüyünüz kimi evlə həyətlə tanış elədim sizi. Evimiz, yenə qeyd edirəm, şəxsi yaşam məqsədilə tikilib. Tikilişini də özünüz gördünüz. Tikilişi maşındır. Yəni çəkiliş elə demişəm, bir də deyirəm, tikilişi konkret
ev tikilib. Evimizə 75.000 AZN deyilir. Real olacaq, indirim olacaq. Evimizin qazı, suyu, işığı var. Qalandakı gördünüz özünüz. Bu arada kanalımıza abone olmağı unutmayın ki, yeni çıxan videolarla ilk öncə siz tanış olasınız. Satışda 1, 2, 3, 4, 5 otaqlı mənzillərimiz və həyət evlərimiz var. Mülkiyyət çıxarışla boş torpaq sahələrimiz var. Bir də kənd təsərrüfatı, daimi istifadə, hektarlarla torpaq sahələrimiz var. Zəng eləyin, əlaqə saxlayın, gəlin alın. Allah alanı xeyir versin, satana da.